إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Ali ibn Abi Talib radıyallahu anh deyir ki, Haddetheni Resulullah sallallahu aleyhi ve sellem bi erba'i kelimatin. Peygamber sallallahu aleyhi ve sellem mənə 4 kəlmə danışdı. La'anallahu men zebaha li gayrillah. Və deyir ki, kim Allah'tan qeyrisi üçün qurban kəsərsə, Allah onu lənət eləsin. Və la'anallahu men la'ana valideyhi. Kim valideynlərinə lənət edərsə, Allah onu lənət eləsin. Və la'anallahu men ava muhtisən. Və kim də cinayətkara və yaxud da bidətçiyə sığınacaq verərsə, Allah onu lənət eləsin. Və la'anallahu men gayyira menəl ard. Və kim də yerin nişanələrini dəyişərsə, əlamətlərini dəyişərsə, Allah ona lənət eləsin. Hədis Səhih Müslimdə gəlib. Yerin əlamətləri, yəni ümumiyyətlə o sərhədlər, hansı ki qonşu ilə qonşu arasında görürsən bir qarış girir qonşunun yerinə və yaxud da sənəddə dəyişiklik eləyir. Yəni bütün bunlar həmən bu hədəyə daxildir və lənət də gəlibsə əgər böyük günah olduğunu bildirir. Əgər bir şey lənət varsa onun böyük günah olduğunu bildirir.